Mən 6-cı sinifdə oxuyanda belə rezinlər məşhur idi və qolbaqlar toxunurdu. Mən ancaq qolbaqlar yox, oyuncaqlar da toxuyurdum deyə sizə onları göstərmək istəyirəm. İndi Sprite və Fanta-dan başlamaq istəyirəm. Kola ən sevdiyim içki olsa belə, qara rəngdə rezinim olmadığına görə kolanı toxumamışam. Minyon toxumuşam. Səbət. Görürsüz, biraz rezinləri atıb, gözü də gedib təpəgöz olub. Sonra belə oğlan toxumuşam. Meymun. Baxın nə şirindir. Sonra belə vişnə toxumuşam. Bu arada qız da toxumuşam. Diş pastası, kartoşka fri, bir meymun, dovşanla zürafə, android. İçində nəsə var? Yoxdur. İlk toxuduğum arıdır. İçinə paket qoymuşam hətta. Bu xarab olub, bu qoyun idi. Rezinlər yəqin istiyə dözməyib, atıblar. Halbuki şkafda saxlayıram. Rusalочка, Winnie Pooh. Bu da kirpi. Konfet toxumuşam, içindən balaca konfet çıxır. Baxın, 2 dənədir. Bu yəqin gül qabı olub. Pirojne. Androidsin qızı da toxumuşam, baxın. Ay nə şirin. Bu bilmirəm nə adlanır. Burada şəkil düzəltmək olur. Bilmirəm heç bu nə şəkildir sözün düzü. Ümid edirəm videonu bəyəndiniz. Məni takip etməyi unutmayın. Bye.